bizim əziz qonaqlarımız var. Şəhid Leytenant Məmmədov Elcanın atası Zöhrət müəllim və anası Sahilə xanım buradadır. Və Cəbrayıl Fatihi, Şəhid İsmailov Emil'in anası Məlahət ana və onun bacısı Südayət xanım buradadır. Onları istəmədim onu çağırım, elə burada da sözlərinizi, təbriklərinizi eşidərək söhbətlər. Buyurun. Hoş gördük herkesi. Biz Nahid Bey'e teşekkür ediyoruz ki bugün bizi bu güzel gününe 45 illik yubileyine ve 2 kitabının təqdimatına bizi dəvət edildiğine göre çok sağ olsun ve sizin hamınıza minnettarım. Bugün Nahid müəllimin böyle güzel gününde hamı onun yanında size teşekkür ediyoruz. Çok sağ olun. Onun da güzel nailiyyətlərimiz olsun. Sağ olun. Çok sağ olun, herkes salamlayıram. Ben Şəhid İsmailovun anasıyam. Nahid Bey, ben burada görəndə həqiqətən çox belə təəccübləndim ki, mənim neçə qonşum, Emin onun gözünün qabağında böyük. Biz çox yaxın qonşuyuq. Bu günləri sən həm ad günün təbrik edirəm, həm sənin kitab təqdimatı təbrik edirəm, uğurların bol olsun, gün olsun, belə kitablar axarıncı olsun. Təbrik edirəm, Allah sizlərə can sağlığı versin ki, hər zaman şəhidləri yaddan çıxartmırsınız, hər zaman şəhidlər üçün yazırsınız, yaradırsınız, çox sağ olsun. Bugün Ruslan müəllim də buradadır. Mən demişəm 5 ildir biz şəhid analarının yanan ürəyinə su səpən olur Ruslan müəllim. Bugün biz ayaq üstə gəziriksə, ölməyib yaşayırsa, var olsun Ruslan müəllim. Sizin hamınız çox sağ olun, var olun. Burada mənim bir mələyim də var, o da mənim üçün çox dəyərlidir. Çox sağ olun, var olun. Hamınıza təşəkkür edirəm. Bir daha təbrik edirəm. Akşamınız xeyir olsun, değerli qonaqlar, değerli şəhid atası, şəhid anaları, değerli şəhid anaların ürəyinə su səpən mahnıları ilə, hərəkətləri ilə istiqamuşsan səfər olur. Bir də Nahid müəllimi mən burada görəndə doğrudan da 2 qat mənə sevinci oldu. Yəni neçə illər tanıdığım, çox gözəl münasibətdə olduğumuz onun yoldaşı, balaları, özü, mənim çox sevdiyim qonşu. Burada doğrudan da çox sevindim, mən həm də təəccübləndim. Yəni mən onun şair olduğunu bilmirdim, çox sevindim. Mən ona uzun ömür, can sağlığı. Allah Teala'dan ona her şey yaratıcılığı, yani her şey axarlı olsun, çok olsun, yaşı da mübarek olsun. Yani bizi dəvət eləyənlərə də, yani bizi dəvətimiz ən əsas Zöhrət atadan olub, şəhidimizin atası. Allah ona can sağlığı versin. Mələk xanımı da Allah qorusun, biz onu yani çoxdan tanıyırıq. Lətbə xanımı da, yani buradaki bütün qonaqları da. Təbrik edirəm, mənim dəyərli qonşum, mənim əzizim, sənin 45 yaşında təbrik edirəm, yaradıcılığın da həmişə uca zirvədə olasan. Amma bir arzu edirəm, Ruslan müəllim mənim o arzunu yerinə yetirsin. Mən istəyirəm ki, Nahid bəyin sözlərinə Ruslan müəllim bir gözəl mahnı bəstələsin. Yəni çox bizim üçün şərəf olar. Doğrudan da çok sevindim. Şükür Allah'a ki Elcan hem atası hem anası benim baş tacımda değerlim. Bir de bu mikrofonu insan anlamında o kadar heyazatlanır ki ben yüreğimden geçirdiğim sözleri yakından unuttum. Nahid müəllim mən Elcan'ıma bir güzel mahnı yazdım. Ruslan Səfəroğlu onu bəstəliyibdi. Şimdi burada okuyacaklar yəqin ki hamı eşidəcək. Bunu demək istedim çünkü yadımdan çıxartmışdım. Sağ olun. Akşamınız herkes salamlayıram.
Bu yıl Maaş müəllimin peşkili yaxşıdır. Təbrik edirəm Maaş müəllim. Kitab təqdimatınızda uğurlar olsun. Çox sağ olun. Teşekkür ederim. Gelen evladınız var olsun. Allah razı olsun hepinizden.